Salam, hər vaxtınız xeyir, hörmətli yoldaşlar və gələcəyin dövlət qulluqçuları. Bugün sizlərlə sonuncu imtahanda düşmüş kub sualı ilə qarşı-qarşıyayıq. Biz hər zaman klassik kubun çevrilmələri ilə rastlaşırdıq. Halbuki bu dəfə kubun ehtimal nəzəriyyəsi ilə birlikdə qarşılığına rast gəldik. Bu tipli suallarda ən sürətlə və rahat yolla necə yazıb biz balımızın üzərinə balı necə gələ bilərik? Deməli, əvvəla şərt oxumalıyıq. Bizə deyir ki, kubun bütün üzləri göstərilib. Kubu atarkən tapşırıqda verilmiş kombinasiyadakı, yəni biz nə almalıyıq? Babanı, nənəni, atanı, ananı. Bunları almalıyıq. Və deyir ki, işarələrin hərf, rəqəm, fiqur ardıcıl şəkildə düzülməlidir. Okey, tamam, bunu da bildik. Deyir ki, yığılma ehtimalları arasında iki böyük olanlarının cəmini, iki dənə kiçik olanlar cəminə nisbəti nə qədərdir? Biz əvvəla hər zaman əgər kubun bütün üzləri göstərilibsə, biz onları qeyd etməliyik. Necə yəni? B gördük, var B hərfi. Ə var, var. T var, var. Sonra A var, var. Bu birisi A-da varmı? Var. Yazdıq biz, bir dənə N hərfimiz var. N. Bunları yazdıqdan sonra bəs sonra nə edəcəyik? Birinci kombinasiyamıza keçirik. Baba. Yazaq baba. Baba. Deməli yoldaşlar, kubun neçə üzü var? 6. Biz zəri attığımızda istənilən bir tərəfinin düşmə ehtimalı neçədir? 6-da 1. Yəni 6 dənə bir dənə o üzü düşə bilər. Yəni B-nın ehtimalı 6-da 1-dir. Kombinasiyamızı yığırıq. Gəldik A-ya. Axı bizdə 2 dənə A var. Yəni 6 üzün 2 dənəsi A-dır. Attığımızda 6 dənə 2 dənəsindən də biri düşür. Yəni 6-da 2-si düşür. Deməli 6-da 1-i vururuq 6-da 2-yə. Bu oldu sənin üçün babanın ikinci A-sı. 6-da 2. Bir dəqiqə müşküləni düzəldim uşaqlar. 6-da 2. Sonra təzədən B gəlir. Yenə 6-da 1 vurulsun 6-da 2. İndi uşaqlar bunu necə eləyəcəyik? Bax 6-da 1-i 6-da 1-ə vuranda necə olacaq? 36-da 1, 36-da 1. Bunları da ixtisar apararam. Hər biri 3-də 1, 3-də 1 qalır. Vurulsun 9-da 1. Bu da mənim üçün neçə eləyər? Belə. Baxaq. Yuxarı biri 1-ə vuranda 1, aşağıda da 6 vur 9, 54. 5 yazırsan, 5 yox. 4 yazırsan 5 yadda. 4 yazırsan 5 yadda. 3 vur 9, 27. 5 yadda 324. Deməli, bizim babanın alınma ehtimalı 324'də 1'dir. Gəldi ikinciyə. İkinci sözümüz nənə. Nə. Uşaqlar, baxıram hərflərə. Nədir? N-dan bir dənədir. Deməli, burada necə olacaq? N-nın, yəni 6-da 1. Ə-də bir dənədir, 6-da 1. N-da bir dənədir, 6-da 1. Vurulsun 6-da 1. İndi baxıram ki, ancaq 4 dənə 6-da 1-ə vurmuşam bir-birinə. İndi mən 6 üstü 4-ün neçə olduğunu tapmalıyım. 6 üstü 3'ümüz neçə idi? 216. Vuracam 6-ya. Baxaq görək neçə eləyəcək? 6 vur 6, 36. Burada 3 yadda 9. 1296. Deməli mənim nənənin, yəni mənim nənəmin biraz gülməli çıxdı. Yəni bu nənə sözünün kombinasiyası 1296'da 1'dir. Yəni 6 üstü 4, 1296. İndi gəldik 3-cü. 3-cü nədir? Ata. Ata. Bəs bunu necə eləyəcəyik? Bax, A-nın kombinasiyası neçədir? 6-da 2 vurulsun. T-nınki 6-da 1 təkrar olsun 6-da 2. İndi bunu necə eləyəcəyik? 6, 6, 6. 216 yuxarıda neçə qalır? 4. Və ya bunları ixtisar apardığımda 3'də 1, 3'də 1. 9'da 1 hasili. Vuramda 6'da 1'ə 54'də 1. 54'də 1. İndi gəldik ana sözünün kombinasiyasına. Yenə baxdığımız kimi T da bir dənə idi, N da bir dənə idi. Burada A'lar təkrar olunur deyə eynidir. Kombinasiyaları eynidir. Yəni 4-cüdə də ana sözündə də 6'da 2 vur 6'da 1 vur 6'da 2. Bunlar ixtisar getdikdən sonra ümumi alınan 54'də 1. İndi bəs sonra nə edəcəyik? Bizə deyir ki, 2 ən böyükünün cəminin kiçik olandan cəminə nisbəti. Uşaqlar, bir dənə bir şey fikirləşin ki, biri 54 hissəyə bölsək daha çox böyük cavab alarıq, yoxsa biri 324 və ya 1296 olana? Təbii ki 54'də. Deməli böyüklərimiz nə oldu? 54'də 1, bu da 54'də 1. Böyüklər bunlar. Bəs kiçiklər hansıdır? 1296'da 1-dən 324'də 1.
İndi gəlin baxaq görək başqa bunu necə tapa bilərik. Axı cəminə nisbət deyir də bizə. 54-də 1 üstə gəl 54-də 1. Eləyir 54-də 2. Bu avtomatik tapılır. 54-də 2. İndi gəldik buna. 324 ilə 1296 üçün ortaq məxrəcimiz neçə olar sizcə? 1296 ilə 324 arasında. Təbii ki, elə 1296. Yəni 1296 ortaq məxrəcdir. 4-ə böləndə eləyir 324. Onda bu kiçikləri toplasam, yəni 1 bölünsün 324 ilə 1296-da 1-i toplasam, mənim üçün olacaq neçə? 1296-da 5. İndi mən bunu necə edə bilərəm? Götürərəm, 54-də 2-ni ixtisar apardım, qaldı 27-də 1. 27-də 1. Bunu böləcəm bax buna. 1296 bölünsün 1296-da 5-ə. 27'de 1 olduğu kimi qalacaq yerində. Vurulsun. 5 düşür aşağı. 1296 qalxır yuxarı. Bəs sonra? Bəs bunu necə tapacağıq? 1296-nı 96 bölərəm 27-yə. 4 dəfə düşür. 8, 2 yadda 108. Qalır 21. Bu da 6. Bu da bir dəqiqə. 8 dəfə düşür. 8 vur 7, 56. 5 yadda. Vuranda 2'ye. 16, o da 5, 21. Deməli, 1296-nı 27-yə böləndə qalır 48. Cavabımız 48 bölü 5'dir. Bu tip suallarda hər zaman yadınızda saxlayın ki, siz ehtimalları bir-birinə vurmalısınız, hərflər. Əlavə olaraq, hər bir üzün neçə dənə olduğuna görə tapmaq olur. Yəni ki, əgər bir dənə hərf verilibsə, elə bir dənə yazırsınız, 6-da 1 məsələn. 2 dənə hərf verilirsə, 6-da 2 yazırsınız. Bu formada da həll etmiş olursunuz. Növbəti sualları görmək üçün və davamlı şəkildə YouTube-a video qoymağımız üçün videonu bəyənib, kanala abunə olmağı və şərhlərdə öz suallarınızı və təkliflərinizi yazmağı unutmayın.